Keçək dəyərli həmkarımız Mürşid müəllimə, o Stephen Kingin Yaşıl Mil əsəri haqqında bizimlə danışacaq. Mürşid müəllim, sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun, Firuz bəy, Ayşə xanım, sizi görməyə çox şadam. Biz də. Bütün Stephen King pərəstişkarlarını deyirəm, yaxına əyləşsinlər ekrana. Doğrudan da çox maraqlı bir şəxsiyyətdir. Belə bir rəvayət var ki, bir dəfə bir qadın Stephen Kingə yaxınlaşır və ona deyir ki, sizin əsərləriniz əsasən qorxu janrındadır, amma yaxşı olardı ki, siz Yaşıl Mil və yaxud Shawshankdən qaçış kimi əsərlər yazardınız, dramatik, təsirli. Və bu zaman Stephen King gülümsəyir, deyir ki, xanım, elə o əsərlərin də müəllifi mən özüməm. Doğrudan da Yaşıl Mil Stephen Kingin yaradıcılığında ən gözəl, ən maraqlı əsərlərdən biridir. Bu əsərlə bağlı bayaq siz də Ayşə xanım deyən kimi film də çəkilir. Film də çox möhtəşəm bir filmdir. Bir neçə dənə Oscar mükafatına layiq görülüb, digər mükafatlara layiq görülüb və mən çalışacağım ki, söhbət əsnasında həm əsər, həm film haqqında paralel olaraq maraqlı faktları sizə çatdırım. Əsərdə hadisələr həbsxanada baş verir və vaxta gəldikdə isə kitabda 1932-ci ildə, filmdə isə 1935-ci ildə cərəyan edir hadisələr və burada bir maraqlı məqam ondan ibarətdir ki, əslində o vaxtlar Amerika Birləşmiş Ştatlarında həbsxanalarda nəzarətçilərin xüsusi uniforması yox idi. Yəni, hər kəs necə istəyirdi, geyinirdi. Amma onları daha effektli, daha zəhmli göstərmək üçün çəkiliş heyəti qərara gəlir ki, nəzarətçilər üçün xüsusi uniforma hazırlasınlar. Və bir dənə maraqlı fakt ondan ibarətdir ki, Stephen King özü də çəkiliş vaxtı orada gəlir və o xahiş edir ki, həmin o elektrik stulunda əyləşsin bir anlıq. Ona icazə verirlər və sonradan deyir ki, doğrudan da həmin elektrik stulunda keçirdiyim anlar çox ağır, çox qeyri-adidir və heç xoşa gələn deyildi. Keçək əsərə. Əsərin baş qəhrəmanı deməli Paul Edgecombe, o həbsxanada işləyir, nəzarətçidir. Filmdə onu Tom Hanks canlandırır və onu da deyim ki, əslində bir neçə aktyor namizədliyi vardı, hətta John Travolta və digərlər, amma Tom Hanks düşünən bu filmin öhdəsindən, bu rolun öhdəsindən çox uğurla gəlib. Və elə hadisələr də bütün onun dilindən nəql olunur. Əsərin adına gələ Yaşıl Mil nə deməkdir? Ümumiyyətlə, belə bir terminologiya var ki, sonuncu yol, sonuncu məsafə. Həbsxanalarda isə onların işlədiyi həbsxana, deməli, orada ölmə məhkum olunmuş insanlar qalırlar, onları elektrik stulunda edam edəcəklər və həmin məsafə, həmin o elektrik stuluna qədər, edam yerinə qədər olan məsafə adətən sonuncu mil, yəni sonuncu məsafə adlanır. Sadəcə bu həbsxanada döşəmələr yaşıl rəngli, açıq yaşıl rəngli linoleumla döşəndiyi üçün həbsxanada nəzarətçilər oranı Yaşıl Mil adlandırırdılar. Həbsxanada çox maraqlı personajlar var, həm nəzarətçilər, həm cinayətkarlar, hərəsinin özünə məxsus xasiyyəti, xüsusiyyəti var və günlərin bir günü yeni bir məhbus daxil olur. Təsəvvür edin, Afro-Amerikalı bir məhbus, 2 metr boyu var, 200 kiloqram çəkisi var, çox belə nəhəng bir insandır, amma xasiyyəti uşaq kimi. Çəkiliş heyəti əslində bu aktyoru seçərkən də çətinliklə rastlaşıb. Hətta fikirləşirdilər ki, bəlkə biz məşhur basketbolçu Shaquille O'Neal'ı dəvət eləyək. Amma sonra Bruce Willis belə bir məsləhət verir, tövsiyə verir ki, mən bir müddət əvvəl Armageddon filmində çəkilmişəm və orada deməli Michael Clark Duncan adlı bir aktyor var. O bu rola çox yaraşar və bu aktyoru da Michael Clark Duncan'ı da dəvət edirlər məhz John Coffey roluna. Bu zaman da maraqlı hadisə baş verir çəkiliş meydanında. Çünki əslində bu aktyorun da boyu çox hündür idi, 1.96. Lakin digər aktyorlar da heç də balaca deyildilər. Və bu zaman əlbəttə ki, həm rejissor, həm operatorlar, həm müxtəlif effektlərdən istifadə edərək John Coffey qəhrəmanını daha nəhəng, daha böyük göstərirlər. John Coffey nədə ittiham olunur? O, nəhəng olmasına baxmayaraq uşaq xasiyyətli bir çox sadə insandır. Onu 2 az yaşlı qızın qətlində günahlandırırlar və ona görə də edam cəzası onu gözləyir. Amma onun məhbəsdə deməli, xüsusi bir qabiliyyəti, bir vergisi, bir istedadı üzə çıxır. O, insanların xəstəliklərini onlardan ala bilirdi. Və elə buna görə də məhz bizim nəzarətçi Paulun da xəstəliyin bir toxunuşla götürür və onu sağaldır. Digər möcüzəli hadisələr də var orada. Yerinə yetirmə, onları demək istəmirəm, biraz spoiler vermək istəmirəm, çünki sualla da bağlıdır. Və bütün bunlardan sonra nəzarətçilərin ona qarşı, John Coffey'ə qarşı sevgisi, məhəbbəti artır, çoxalır. Çünki o yaxşı bir insandır və fikirləşirlər ki, Tanrı belə bir yaxşı insana o vergini veribsə, deməli o qatil ola bilməz.
və orada məlum olur ki, heç o da qatil deyil. Ümumiyyətlə, əsərin fəlsəfəsi ondan ibarətdir ki, hər kəs John Coffey kimi o əzablı, əziyyətli yaşıl milini özü keçməlidir. Düşünürəm, çox gözəl bir möhtəşəm əsərdir və oxumağa dəyər. Buyurun, sizə ötürürəm bizim gözəl aparıcılarımıza. Təşəkkür edirik Mürşid müəllim, çox sağ olun. Mən düzdür, kitabı oxumamışam, amma filmi izləmişəm. Filmi də çox sevirəm, çox möhtəşəm filmdir və ötən günlərin birində qarşıma bir müsahibəsi çıxdı Michael Clark'ın, həmin o John Coffey'nin və orada dedi ki, həqiqətən Tom Hanks təkcə filmdə o yaratdığı obrazla mərhəmətli insan deyil, o həmçinin setdə də çox yaxşı insandır. Hansı ki, bəzi səhnələr var, mən ona baxıb danışıram. Bir çox hallarda orada deyir, masovka əyləşir, mən ona ithafən eləyirdim, amma o özü əyləşirdi və biz qarşılıqlı şəkildə o rolu oynayırdıq, eyni anda kövrəlirdik, bunu bir yerdə yaşayırdıq, bunu da qeyd edirdik. Çox gözəl filmdir, kimlər izləməyibsə izləsin, həmçinin kitabı da oxuya bilərsiniz.